Relyefin təsviri. Deməli, uşaqlar, relyefin təsvirindən biz danışan zaman, yəni relyef nədir? İlk öncə onu bir anlayaq. Demişdik ki, relyef yer səthində olan nahamarlıqların cəminə relyef deyirlər. Nahamarlıqlar nə idi burada? Nahamarlıqlar ondan ibarət idi ki, dağlar, düzənliklər, bunlar relyefin, yəni bizə göstərir ki, yəni relyef bunlardan ibarətdir. Və relyefin təsvirində biz əsasən burada çökək əraziləri, yəni çökək əraziləri və dağlıq əraziləri nə edirik? Təsvir vasitəsindən istifadə edirik. Və bu təsvir vasitəsindən də biz istifadə etdiyimiz zaman təbii ki də biz horizontallardan istifadə edəcəyik. Məsəl üçün bu hər hansı bir dağlıq relyef formasıdır. Biz bunu bu şəkildə horizontallarla təsvir edə bilirik. Və yaxud da ki, çökək bir ərazidir. Bunu bu şəkildə horizontallarla təsvir edə bilirik. İndi gələk görək əsas məsələlərdən biri bizim bu horizontallarımız nələrdir? Horizontallar eyni hündürlüyə malik olan nöqtələri birləşdirən əyri və səlis xətlərə horizontallar deyilir. Bu nə deməkdir? Məsəl üçün belə bir xətt çəkirəm. Burada verirəm A nöqtəsi, burada verirəm B nöqtəsi, burada verirəm C nöqtəsi. Yəni mən bu şəklə əsasən deyə bilərəm ki, A nöqtəsi bərabərdir B-yə, o da bərabərdir C nöqtəsinə. Yəni ki, horizontal nə oldu? Eyni hündürlüyə malik olan nöqtələri birləşdirən xəttlər oldu. Yəni eyni hündürlüyə malik olan. Yəni bu bir xəttin üzərisində bir neçə nöqtə vermişəmsə, onların hündürlüyü bir-birinə bərabərdir. Məsəl üçün, buradan da bir xətt çəkirəm bu şəkildə. Buradan da bir dənəsini çəkirəm. İndi hələ ki bunları deməmişəm, deyəcəm. Bu relyef formamda məsəl üçün götürürəm bura atıram bir D nöqtəsi, bura atıram bir F nöqtəsi. Mən burada məsəl üçün B ilə D nöqtəsini müqayisə edəsi olaramsa, o zaman D nöqtəsi nə olacaqdır? B nöqtəsindən böyük olacaqdır. D nöqtəsi B-dən böyükdür, daha yüksəkdə yerləşir. İndi niyə görə biz bunu bu şəkildə edirik? Biz hardan bilirik ki, bu relyef formamızda D nöqtəsi B-dən daha yüksəkdə yerləşir? Çünki biz horizontalları çəkən zaman horizontalların üzərisində ərazinin mənfi və ya müsbət relyef forması olmasını, qabarıq və ya çökək relyef forması olmasını biz bilə bilirik. Bunu nəyə əsasən bilirik? Berk ştrixlərə əsasən. Bəli, Berk ştrixlərə əsasən biz bunu müəyyən edə bilirik. Berk ştrixlər nədir? Berk ştrixlər horizontallara perpendikulyar çəkilmiş xətlərdir. Bax, perpendikulyar. Perpendikulyar nə idi? 90 dərəcə bucaq altında çəkilmiş xətlərdir. Əgər bu xətlərimiz gördüyümüz kimi çölə doğru çəkilibsə, bu deməli dağ relyef forması. Yəni mən bunun qrafik formasını qurası olsam, baxın bu şəkildə qrafik formasını qurdum. Bu olub bunun qrafik forması. Əgər Berik ştrixləri içəri doğru çəkilibsə, bu zaman bu bizə nəyi göstərir? Çökəkliyi göstərəcəkdir. Bunun isə qrafik formasını mən bu şəkildə nə edəcəm? Quracam. İndi gəlin buranı biz horizontallara adlandıraq. Bu daxildə yerləşən bu horizontala biz daxili horizontal deyirik. Buna biz A nöqtəsi qeyd edək. Bu kənarda yerləşən horizontala isə biz bir B nöqtəsi veririk. Həmçinin burada da daxildə yerləşən horizontala A nöqtəsi, burada da B nöqtəsi verirəm. İndi mənim bu daxili horizontalım bu qrafik sxemin üzərisində harda olacaq, hansı horizontal olacaq deyəndə yadda saxlayaq ki, bu A nöqtəsi olacaq bizim ən zirvədəki, ən təpədə olan horizontalımız olacaqdır. Yəni bax bu hissə həmin bu dağın bu hissəsinə uyğun gəlir. Ətək hissəsi isə bu dağın bu ərazidir. B nöqtəsini isə biz bura qeyd edəcəyik. Hə, B nöqtəsi dağın ətək hissəsinə nədir? Uyğun gələcək. Eyni şəkildə gəlirik biz çökəklik üçün qeyd edəndə. Artıq burada bax bu hissə çökəkliyin dib hissəsidir. Yəni ən aşağı hissəsidir. A nöqtəsini bu zaman biz aşağıda qeyd etdik. B nöqtəsini isə yuxarıda qeyd etmiş olduq. Yəni bu çökəkliyin yuxarı hissəsidir. Burası çökəkliyin dib hissəsidir. Yəni yadımızda qalsın. Həmişə yadda saxlayaq da. Elə bil ki bu kiçik olan hissə bu kiçik hissəyə uyğun gəlir. Bu kiçik olan hissə bu kiçik olan hissəyə uyğun gəlir. Bu böyük hissə dağ relyef formasının qrafik formasının bu böyük hissəsinə uyğun gəlir. Bu böyük hissə bunun bu böyük hissəsinə uyğun gəlir. Bu məntiqən yadımızda qalsın ki, biz hansı ərazinin necə qrafik formasını qururuq. Niyə görə? Çünki bu relyefin təsviri dərsindən, yəni horizontallar dərsindən belə deyək də biz buna. Biz daha çox atmosfer bölməsində istifadə edirik. Yəni burada səthi şəkildə deyək ki, biz bunu öyrənirik burada.
Əsas B-dir. Əsas hissəsini burada öyrənirik ki, kökünü ki, nədən ibarətdir, nə var, nə yox, burada öyrənirik. Amma atmosfer bölməsində buna aid olan bir çox qəliz məsələlər artıq biz orada nə edirik? Həll edib imtahana da kimi bu sualları biz görə bilərik. İmtahanda bu suallar bizim qarşımıza çıxır. Horizontallarla bağlı olan atmosfer və hidrosfer bölməsinin sualları var ki, qarışıq şəkildə imtahanda da qarşımıza çıxa bilər. Ona görə diqqətli olaq bu mövzuda. Çətin də bir mövzu deyil. Aha, buradan dediyimiz hələ kimi bunlardır. Bəs Berik ştrixləri başqa nə işə yarayır deyə sual olunarsa, biz deyə bilərik ki, Berik ştrixləri buyur Cavid. Yox, müəllim, burada mən yoxam. Bu sualı tam bilmirəm. Hə, tam bilmirsən. Mövlud, Mən səth sularının axın istiqamətini müəyyən edə bilərəm aid əsasən. sual. Bəli. Səth sularının axın istiqamətini müəyyənləşdirir. İndi məsəl üçün Mövlud, səth suları nələrdir? Çaylar, Aydın. məsələn, Çaylar. göllər. Yəni biz bildiyimiz əsasında çaylardan ibarət. Yəni çayların axım istiqamətini müəyyənləşdirir. Yəni bu horizontalın üzərisində belə çəkmişəm. Adı burada B nöqtəsidir. Buradan A-dan B-yə bir xətt çəkirəm. İndi mən hardan bilə bilərəm ki, bu çay A-dan B-yə axır, yoxsa B-dən A-ya doğru axır? Bunu bilmək üçün B-dən A-ya doğru. Bunu mən bilmək üçün nə edirəm? Berik ştrixlərindən istifadə edirəm və relyef formasını adlandırıram. Bax, gördük berik ştrixlərim kənara doğru çəkildi. Demək bu relyef forma mənim nədir? Dağ relyef formasıdır. Əgər bu çayı motorla dağın ətəyindən zirvəsinə vurmurlarsa, yəni təbiətin qanununu pozmuruqsa əgər, yəni təbiətin qanunu əsasən nədir? Çay dağın yuxarı hissəsindən aşağı hisəsinə doğru nə olmalıdır? Axmalıdır. Ona görə də bizim çayımız nə oldu? A-dan B-yə doğru axdı. Yox, mən bu relyef formasına əgər çökəklik formasında təsvir edəsi olsaydım, o zaman deyəcəkdim, hə, artıq burada mənim yuxarı hissəm B nöqtəsidir, aşağı hissə A nöqtəsidir deyə mənim çayım hardan axır? B-dən A-ya doğru axmalı olur. Yəni bunu biz qrafik formasında görə bilərik. Biri var çay buradan belə axsın, bir də var çay buradan belə axsın. Yəni hər zaman çay yuxarıdan aşağı doğru axır deyə biz nə olacaq? Burada A-dan B-yə axmış olur. Burada isə B-dən A-ya doğru axmış olur. Yəni Berk şıxı haqqında yekunlaşdırsaq nə oldu? Horizontallara perpendikulyar çəkilir. Yamacın formasını, relyefin formasını göstərir ki, yəni müsbət və ya mənfi olmasını göstərir. Müsbət relyef forması dağ nəzərdə tuturuq, mənfi isə çökəklik əraziləri nəzərdə tuturuq. Bir də səth sularının axım istiqamətini bizə göstərdi. Burada artıq Berk ştrixlərin bir-birinə yaxın, uzaq çəkilməsi bir o qədər də bu bizim üçün önəmli əhəmiyyət daşımayacaqdır təbii ki. Sadəcə olaraq biz burada horizontalların bir-birinə yaxın və uzaq olmasına diqqət yetirməliyik. Niyə görə diqqət yetirməliyik? Çünki horizontallar bir-birinə yaxın çəkilirsə, bu ərazinin meylliyinin çox olduğunu göstərir bizə. Məsəl üçün, gəl çəkək indi burada biz bir neçə horizontal təsviri verək. Ha, bu şəkildə Səsə horizontal bilərəm. təsviri verəndə buyur. Mənim bayaq dedicə belə Səsin kəsildi, Elmi. dağılır. Gəlir səsim. Sən indi gəlir. Müəllim. Bayaq dedicə 5-lər çöl olanda dağılır. Bir demişdik qabarıq və hamar. İndi onun dağ olması, onun qabarıq olmasını bildirir. Təbii ki də qabarıq relyef forması deyəndə, bax belə bir şey düşünək də biz. Belə bir düzənlik ərazidə getdin, qarşına belə bir relyef forması çıxdı. Sən bu relyef formasını qabarıq adlandırarsan, yoxsa çökək adlandırarsan? Qabarıqla. Qabarıq, təbii ki də. İndi bu relyef forması nəyə oxşuyur? Görünüşə görə dağa oxşuyur. Mən Düzdür? bildim. Hə, bunu demək istəyirik. Aha, biz dedik ki, horizontalların bir-birinə yaxın və uzaq çəkilməsinin əhəmiyyəti var idi. Necə əhəmiyyəti var idi? Bu ərazinin relyefinin meylliyinin çox və az olmasını göstərir. Əgər horizontal bir-birinə sıx çəkilibsə, burada meyillik çoxdur. Əgər seyrəkdirsə, meyillik azdır. Biz bunu əlimizin üzərisində bu sümüklər var. Bax, bunun üzərisində belə dairələr çəkərəkdən bunu aydın şəkildə görə bilərik. Əlimizin üzərisində görə bilərik biz bunu. Çünki həqiqətən də baxsaq görərək ki, burada bir tərəfində, məsəl üçün bu barmağımın üst tərəfində mən baxsam görərəm ki, horizontallar daha seyrək formadadır, amma bu arxa tərəf meyillik çoxdur deyə burada horizontal istər-istəməz nə olacaq? Daha sıx formada çəkilmiş olacaqdır. Yəni bu bizə bunu göstərir.
İndi məsəl üçün mən buraya forması atıram da indi tam çəkmirəm. Dağ olduğunu bilirik. Bu dağın hansı tərəfində meyillik daha çoxdur, hansı tərəfində meyillik daha azdır deyə sual gəlir. Testlərdə qarşımıza çıxır. Aha, mən bunun üzərisindən tez ox işarəsini çəkirəm, xaç işarəsini çəkirəm və şimal, cənub, şərq, qərb cəhətlərimi qeyd edirəm və baxıram ki, bunun şimal-qərb tərəfində seyrəklikdir. Demək, burada meyillik nədir? Azdır. Amma cənub-şərq tərəfində görürəm ki, sıxdır horizontal. Demək, burada meyillik nə olacaq artıq? Çox olacaqdır. Bax, bu şəkildə mən müəyyənləşdirdim ki, artıq bu ərazinin relyefində harda meyillik çox, harda meyillik azdır. Bu bizə harda daha çox lazım olur? Bu tip suallar sadə bir suallardır. Amma məsəl üçün düşür birdən relyef formaları. Bax, məsəl üçün belə şəkillər verir. İndi dimin testində baxacağıq sual nümunələrinə. Belə bir şəkil verir. Horizontallar verir bizə bir neçə dənə. Üzərisində müxtəlif şərti işarələr verir. Belə bir şəkillər verdi. Buradan da bir dənə çay verir bizə. Bu aşağıdakını çəkdiyim ox hissəsi biraz enini çəkim. Bu da bir dənə çaydır. Deyir ki, çayın sol sahili sıldırım qayalıqdır. Belə bir sual verir. Biz çayın sahilini müəyyənləşdirmək üçün bunu artıq biz keçən il keçmişik, bilirik ki, çayın mənbə tərəfində dayanırıq, üzü mənsəbə tərəf dayanırıq. Sol tərəfimiz sol sahildir, sağ tərəfimiz sağ sahildir. Yəni biz bir dənə düşünək ki, Azərbaycan xəritəsini qarşımıza qoymuşuq. Kür çayı Gürcüstan tərəfdən gələn Kür çayıdır. Onun mənbəsini oradan götürək biz özümüzə nəzərəndə, yəni tapmaq üçün deyirəm. Amma əslində mənbəsi Türkiyədən gəlir. Orada biz dayanaq üzü Xəzər dənizə tərəf, yəni şərqə tərəf dayananda baxırıq ki, nə? Sol tərəfimiz Böyük Qafqaza düşür, sağ tərəfimiz Kiçik Qafqaza düşür. Bax, çayın sağ və sol sahili bu şəkildə müəyyənləşdiririk. Və həqiqətən də görürəm ki, çayın sol sahildir bura. Burada problem yoxdur. Və sol sahildə deyir ki, sıldırım qayalıq ərazilər var, yamaç var. Baxıram ki, həqiqətən də horizontallar sıx çəkilib deyə burada sıldırım ərazilər var. Sonra belə bir sual verir. Deyir ki, məsəl üçün indi burada şərti işarələr də var. Şərti işarələr verir, belə bir şərti işarə verir. Deyir ki, məsəl üçün sol sahilində çayın şimal-qərb hissəsində kolluq var. Bu şəkildə. Və yaxud da ki, belə bir sual verir. Yəni meyvə bağı var burada. Və yaxud da deyir ki, burada üzümlük sahəsi var. Bu şərti işarələr bizə burada kömək olur. Bax, biz bunları buna görə öyrənməliyik, şərti işarələri falan da. O şərti işarələr qarşımıza tək sual formasında heç vaxt çıxası deyil QF qəbulda. Çıxsa maksimum bu şəkildə qarşımıza çıxır. Sonra belə bir şey vurulur. Deyir ki, müəyyən hündürlükdən sonra çayın sahilində müəyyən hündürlükdən sonra meyillik azalmağa başlayır. Sizcə uşaqlar bu fikir düzdür yoxsa səhvdir? Düzdür. Nəyə görə Mövlud? Çünki horizontallar arasında enlilik çoxdur. Ay sağ ol. Yəni bax buradan biz artıq bunu öyrəndik ki, çayın sol sahilində horizontallar getdikcə meyil arasında məsafə artır deyə, demək orada meyillik nə olmalıdır? Az olmalıdır. Yəni bunu belə təsəvvür edin ki, buradan çay axır. Bu çayın sahilində bir sıldırım qayalıqdır. Sonra da ki, gəlsən belə bir ərazidir. Başa düşdükmü? Yəni çayın sahilində yuxarı qalxsan düzən bir ərazi var. Sonra da gəlsən biraz qalxsan yenə düzənlik ərazi qarşımıza çıxa bilər. Bax bu şəkildə bir sualdır. Bu buradan yadımıza qalsın. Sonra belə bir şey deyim. Məsəl üçün horizontallarda, yəni testlərdə daha asan tapmaq üçün, rahat tapmaq üçün biz nələr etməliyik? Bunu deyim. Bax, məsəl üçün bu cür şəkillər düşür. Bir dənə çay verirlər. Çayın da kənarında nə bilim horizontallar verirlər. Deyək ki, burada 3 dənəsini verir, burada 2 dənəsini verir. Burada A nöqtəsi verir, burada B nöqtəsi verir. Yadda saxlayaq ki, A nöqtəsi bərabərdir B nöqtəsinə. Bu yadımızda qalsın. Bir çayın sahilində yerləşən, sağ və sol sahilində yerləşən horizontalların hündürlüyü nə olacaq? Hər zaman bir-birinə bərabərdir. Bir çayın sağ və sol sahilində yerləşən horizontallar bir-birinə bərabər hesab ediləcəkdir. Yəni belə düşünək də biz bunu deyək, çayın bir tərəfi sıldırım qayalıqdır, bir tərəfi də çökəklik ərazidir. Çay da buradan axıb gedir, eləmi? Buradakı hündürlüklə buradakı hündürlüyü biz nə edirik? Bir-birinə bərabər götürürük. Yəni bunların hündürlüyü bir-birinə bərabərdir. Yəni A və B bərabərdir bir-birinə. Sonra məsəl üçün burada ikinci horizontal var, C horizontalı və C horizontalından burada olan bu ikinci horizontal nədir? Bir-birinə bərabərdir. Bax bu şəkildə suallar qarşımıza çox çıxacaq. Necə suallar qarşımıza çıxır? Gəlin baxaq. Və məsəl üçün belə bir qrafik verir. İndi mən biraz xəttləri əyri-üyrü çəkirəm. Buradan da bir çay verir, belə axan bir çay verir. Sonra buradan verir bizə horizontalları. Aha. Məsəl üçün burada verir bu horizontalın hündürlüyünü verir 100 metr bizə. Eləmi?
Burada da gətirir bu horizontalın hündürlüyünü verir bizə 200 metr. Səndən soruşur ki, bu ərazinin məsəl üçün bu daxili horizontalın hündürlüyünü tap ki. Başqa da heç bir şey sənə verməyib. İndi sən nəyi tapmalısan? Sən burada kəsmə yüksəkliyi tapmalısan ki, kəsmə yüksəkliyi nəyə bərabərdir? Ondan sonra getməsən. Bu tip suallarda yadda saxlayaq ki, nə etməliyik? Yəni gözümüzlə həmişə çalışın ki, dəftər üzərisində, kağız üzərisində yazın, avtomatik hesablamağa yönəlməyin ha. Onu ilin sonunda, təkrar qaydanda, sınaq qəbulları işləyəndə, imtahanda artıq onu edərsən. Amma bu gün üçün bunu etməyək də. Bu gün biz bunu çəkək gözümüz görsün ki, görək bizə nə deyir. Çünki imtahanda ani bir stressdə, ani bir fikir yanğında orada bizim fikrimiz yayına bilər. Nəzərimizdən nəsə qaça bilər. Ona görə diqqətli olmaq lazımdır. Burada biz həmişə yadda saxlayaq ki, bax bu tip şəkillərdə ikili horizontal, üçlü horizontal fərqi yoxdur. Verilibsə, ən çox olan horizontal hansıdırsa, o tərəfi sayırsan. 1, 2, 3, 4 dənə. Elə formamızda dağdır, yəni ki, bunu demək də çoxdur. Hə, 1, 2, 3, 4 dənə horizontalım var. Demək 4 dənə horizontal varsa dağ formasını çəkirəm. 1, 2, 3, 4 dənə horizontal çəkirəm. Birinci horizontal nə qədərdir? 100 metrdir. Burada baxıram heç nə yoxdur. Bura nə qədərdir? İkinci horizontal 200 metr. Yəni bu da demək 200 metrə bərabərdir. Demək bu da 200 metrdir. Aha, Kəsmə yüksəkliyi 14 metr olur. bir dəqiqə 200 ilə 100 arasındakı fərqi tapanda alırıq nə qədər? 100 metr fərq. Demək kəsmə yüksəkliyim mənim 100 metrdir. Bura 300-dür. Burada demək onda 400 metr nədir? Hündürlüyə bərabər olacaqdır. Bax, bu qədər sadə bir şeydir. Yəni ki, çətin qəliz bir şey yoxdur. Orada biz ikili horizontal falan görəndə özümüzü çaşdırmayaq. Aha, bunları danışdıq. Əsas bu hissələri danışdıq. Gəldik digər hissələrə. Mütləq hündürlük, nisbi hündürlük, kəsmə yüksəklik anlayışlarına toxunaq indi. Mütləq hündürlük nədir? Yəni biz ərazinin hündürlüyünü tapdığımız maksimum ölçülən hündürlüyü mütləq hündürlükdür. Dəniz səviyyəsindən ölçülən hündürlük mütləq hündürlükdür. Yəni yekun son nöqtəmiz nədirsə, o bizim mütləq hündürlüyümüz hesab olunacaqdır. Yəni ən dibdən ən yuxarı olan hündürlüyümüz. Məsəl üçün, bir dənə dağ şəkli çəkirəm və bu dağın hündürlüyünü yazıram 3724 metr. 3724 metr hansı dağın hündürlüyüdür uşaqlar? Kinovros saydı müəllim. Təpənaq. Yox, səhv getdi. Əli hansı dağ? Baba, Mənim də yadımda qalmayıb. Elmin. baba da vermişdir mən. Xeyr. O üstün altı buraxdım. Allah axırımızı xeyir eləsin. Aynen. Camış dağ. 3724 metr Camış dağın mütləq hündürlüyü. Demək bu Camış dağın, bax nə deyirəm ağzımda? Deyirəm ki, uşaqlar sizə sual verirəm. Deyirəm ki, Camış dağın mütləq hündürlüyü nə qədər idi? Bax gördün, mütləq hündürlüyü nə qədər idi? Yəni son nöqtəsi nə qədər idi? 3724 metr. Bu hardan ölçüldü? Dəniz səviyyəsindən 0 metr olan dəniz səviyyəsindən ölçülən hündürlük. Nə oldu? Mütləq hündürlük hesab edildi. Məsəl üçün, Baba dağ dediniz bayaqları. Baba dağın mütləq hündürlüyü nə qədərdir? 1629 mənim. Aysa 3629 metr hündürlüyə malikdir. Məsəl üçün, Zəfər zirvəsinin mütləq hündürlüyü nə qədərdir? 4301. 4301 metr hündürlüyə malikdir. Qapıcığın mütləq hündürlüyü neçə metrə bərabərdir? 3904. 3904 metr. Və gördük, hamısını nə işlətdik orada biz? Mütləq hündürlük sözünü işlətdik. Yəni ki, mütləq olan nədirsə, son nöqtə nədirsə, bu bizim mütləq hündürlüyümüzdür. Hardan ölçülür mütləq hündürlük? 0 metr olan dəniz səviyyəsindən ölçülür. 0 metr olan dəniz səviyyəsindən ölçüləcəkdir. İndi gəl baxaq görək bu dəniz səviyyəsi nədir? Bu nə demək istəyir bizə? Bu bizim məsəl üçün qəbulda falan da qarşımıza çıxa bilər birdən. Deyir ki, bizə mənsəbi dəniz səviyyəsindən aşağı olan çayları müəyyənləşdir. Və ya deyir, mənsəbi dəniz səviyyəsində olan çayları, yəni okean səviyyəsində, dəniz səviyyəsində olan çayları müəyyənləşdir. Bu kimi suallar çıxır. İndi gəl baxaq biz. Kür çayının mənsəbi haradır? Xəzər dənizi. Xəzər dənizidir. Bu Xəzər dənizinə töküldü. Xəzər dənizi okean səviyyəsindədirmi? Dünya okean səviyyəsindəmi? Aşağıdadır. Okean Aşağıdadır. səviyyəsində. Dünya okeanı sıfırdaydı. Xəzər neçədə yerləşirdi? Mənfi 7 metrdə. Ay, sol. İndi deməli Kür çayının mənsəbi okean səviyyəsindən nə oldu? Aşağı oldu. Aşağı. Aşağı oldu. Məsəl üçün götürək deyək ki, Nil çayı. Nil çayı tökülür Aralıq dənizinə. Bu artıq okean səviyyəsində olan bir mənsəbə malikdir. Və ya da digər hər hansı bir okeana, dənizə tökülən çaydan biz deyə bilərik ki, bunlar okean səviyyəsində, dəniz səviyyəsinə malik olan
çaylardır. Ümumiyyətlə bunu qeyd edək, onsuz da bunları biz deyəcəyik. Dünya üzərisində biz Xəzər dənizinə bizə əsasən lazım olan, yəni indi o kiçik hövzələrdən danışmırıq. Xəzər dənizi, bir də ki, Avstraliya materikində yerləşən Eir gölünü biz götürürük ki, bura tökülən çayların mənsəbi okean səviyyəsindən aşağıdır. Xəzərə tökülən çayların mənsəbi genəlliklə 27, -27 metr aşağıda yerləşir. Eğer gölünə tökülən çayların isə mənsəbi -16 metr aşağıda nədir? Yerləşmişdir. Bəs indi birdən sual verir bizə ki, Azərbaycanda dəniz səviyyəsi dedikdə biz Xəzər dənizindən ölçürük deyə sual verirsə bizə, təbii ki də bu artıq yanlışdır. Baltik dənizinin. Bəli, deyəcəyik onu. Xəzər dənizinin səviyyəsi tərəddüd edir deyə, o daimi yəni enir qalxır deyə. Biz ondan istifadə etmirik. Biz hardan istifadə edirik? Baltik dənizindən istifadə edirik. Avropada Şimal və Aralıq dənizindən, bizdə isə əsasən Baltik dənizindən istifadə edilir deyəcəyik. Baxaq indi Baltik dənizində coğrafi mövqeyinə harda yerləşir. Baltik dənizi bax gördüyümüz kimi bu arada yerləşən bir dənizimizdir. Biraz səhv çəkdim. Belə gedir. Baltik dənizi yerləşir. Bax bu arada belə. Baltik dənizi coğrafi mövqeyinə görə daxili dəniz, materik daxili dəniz hesab olunacaqdır. Donan dənizdir. Tərkibində Botnik, Fin və Riga körfəzləri biz deyəcəyik ki, var və bu dəniz həm də İsveç, Finlandiya, Sankt-Peterburg, Rusiyanın Sankt-Peterburg şəhər ərazisini, Estoniya, Latviya, Litva ərazisini, Kaliningrad ərazisi Rusiyanın ərazisini 2 dəfə yuyur. Sonra Polşa, Almaniya və Danimarka ərazilərini nədir? Sahillərini yuyacaqdır deyəcəksən və biz dəniz səviyyəsinin həmin bax bu 0 metri bu dənizin səviyyəsində götürürük. Şimal dənizi burada yerləşir, Aralıq dənizindəki burada yerləşir ki, bunlardan Avropa ölkələrində istifadə ediləcəkdir deyə bilərsiniz. Sonra bu oldu bizim mütləq hündürlüyümüz. Yəqin ki, mütləq hündürlükdə bizə qaranlıq qalan bir şey olmadı. Gəldik nisbi hündürlüyə. Nisbi hündürlüyə indi orada bir uzun tərif verirlər. Biz amma əsas məsələ dərk eləməli olduğumuz hissə nədir? Nisbi hündürlük iki nöqtənin arasında hündürlük fərqidir. Yəni bir-birinə nisbətən olan hündürlük fərqinə deyirik. Məsəl üçün bir dənə dağ şəkli çəkək, yenə də deyək ki, 3724 metr olsun. Bu dağın ətəyi dəniz səviyyəsində 0 metrdə yerləşir. Bu dağın dəniz səviyyəsindən 1000 metr yuxarı bir ərazisini götürürəm. Bu 1000 metrlə bu 3724 metr arasındakı məsafə nə qədərdir? 2724 metr. Bax, bu bizə nəyi verdi? Nisbi hündürlüyü verdi. Artıq iki nöqtənin arasında hündürlük fərqini tapdıq. Bu nisbi hündürlük bizə ən çox atmosferdə falan çox lazım olur. Niyə görə? Çünki atmosferdə bizə iki məntəqə arasındakı temperatur fərqi verilir. O temperatur verilir. O temperaturdan biz fərqi tapırıq, fərqi çeviririk metrə, o tapdığımız metr bizim nisbi hündürlüyümüz olur. Və yaxud da ki, hidrosfer məsələlərində o tapdığımız hündürlük bizim çayımızın düşməsi olur. İndi bunları keçəndə bizə nə demək istədiyim tam aydın olacaq ki, bax bunları o vaxt müəllim demişdi deyəcəksiniz. Sonra kəsmə yüksəklik var. Kəsmə yüksəklik nədir? Kəsmə yüksəklik iki qonşu arasındakı horizontal fərqinə kəsmə yüksəklik deyir. Bax, məsəl üçün bura 100 metrdirsə, bura 200 metrdirsə, bu 100 ilə 200-ün arasındakı məsafə nə qədərdir? 100 metrdir. Bu 100 metr mənim kəsmə yüksəkliyim hesab olunacaq. İki qonşu horizontal arasında qalan hündürlük fərqi kəsmə yüksəkliyi verir bizə. Yəni, məsəl üçün düşünək ki, Cavidgilin evi buradadır. Əligilin evi buradadır. Mövludgilin də evi buradadır. Eləmi? Bunlar arasında hər birində məsəl üçün 100 metr məsafə fərqi var. Yəni bu iki qonşunun arasında qalan məsafə, bu iki qonşunun arasında qalan məsafə mənə nəyi verdi? Kəsmə yüksəkliyi vermiş oldu deyəcəksiniz. İndi olur ki, sual verir bizə. Belə bir sual verir. Mən indi horizontalı dairəvi şəkildə çəkmirəm uşaqlar. Elə təxmin çəkirəm də belə ki, horizontal olduğunu bilək. Relyefimizdə dağdır. Aha, bizə bu horizontalın hündürlüyünü verib, məsəl üçün 1000 metr. Eləmi? Buranın da hündürlüyünü verib bizə 600 metr. Deyir ki, kəsmə yüksəkliyi hesablayın. Bu ərazinin kəsmə yüksəkliyini hesabla. Və yaxud da buradan yuxarıda horizontallar verib bizə. Deyir ki, bu yuxarıdakı A nöqtəsinin hündürlüyünü hesablayın. Bu cür bir sual verib. Bunun üçün biz nə edirik? Deməli, burada məntəqələr arasındakı nisbi hündürlüyü tapırıq, yəni fərqi tapırıq. 1000 çıxılsın 600. Bölürük aradakı boşluqların nəyinə? Sayına. Tam bu. Böldük. Yəni bax burada çarpdırmasın bizi ki, horizontalın sayına bölmürük ha. Aradakı boşluqların sayına bölürük. Bölürük 3-ə
Bu da nə qədər qalır? 600 olmasın da bu olsun 700 olsun ki tam bölünsün qoy. Güzel yani. 700 olsun. Ha. Burada aldıq ki 100 metr nədir? Hündürlüyə bərabərdir. Ha, demək kəsmə yüksəkliyim 100 metrdirsə, artıq bura 1000-dirsə, bura 1100, bura 1200 metr nə oldu? Hündürlüyə malik olmuş oldu. Bax, bununla da biz A nöqtəsinin mütləq hündürlüyünü tapmış olduq ki, 1200 metrə bərabərdir. Desə A və B arasındakı nisbi hündürlük nə qədərdir? 1200 ilə 1000 arasındakı fərqi tapırıq və 200 metr bizim artıq bu iki məntəqə arasındakı nisbi hündürlüyü bizə vermiş olacaqdır. Yəni bu da nisbi hündürlükdə, kəsmə yüksəklikdə bundan ibarətdir. Burada yəni qeyri-adi deyəm ki, nəsə var, bizi çarxdıracaq, yadımızdan çıxacaq, elə bir şeylər yoxdur. Düşünürəm ki, burada çətinlik çəkməyəcəksiniz. İndi gəlin biraz biz məsəl üçün baxaq şəkillər üzərisində ərazilərin hesablanmasında. Deməli, biz burada baxırıq nəyə? Və bu relyef forması, dağ relyef forması olsun bu şəkildə. Məsəl üçün, mənə veriblər buranı 100 metr hündürlükdə veriblər. Bu A nöqtəsini və B nöqtəsinin hündürlüyünü məndən soruşur. Kəsmə yüksəkliyimiz də bərabər olsun 50 metrə olarsa, bu zaman A və B-nin hündürlüyünü tapmalıyıq. Yəni biz burada belə avtomatik olaraq deyəcək ki, müəllim, bura 150 metrdir. Buradakı təbii ki də 50 metrə bərabərdir. Bunu bilirik onsuz da. Yenə gözümüz görsün deyə biz bunun dağ relyef formasını çəkirik. Üzərisində 3 dənə horizontalımızı qeyd edirik. Orta horizontal 100 metrdir. Bax, indi burada bizə aydın olur ki, hə, bu yuxarıda yerləşən horizontal ağzımda deyirəm, ha, yuxarıda yerləşən horizontal daha yüksək olmalıdır. Ona görə bura olacaq nə? 150 metr. Bu aşağıda yerləşən horizontal isə aşağıda olmalıdır. Bura olacaq nə qədər onda? 50 metr hündürlüyə bərabər olacaqdır. Yəni bu şəkildə də biz bunu hesabladıq. İndi bu suallarda var ki, bizə məsəl üçün qeyri-adi formatda nə verə bilər? Yəni bunu deyim bir dənə də təkrar. Deməli uşaqlar, horizontalın üzərisində biz hesablama işləri aparırıq. Bax, yadda qalsın. Horizontalın arasında mənə bir nöqtə veribsə, mən burada artıq bu nöqtəni götürüb kəsmə yüksəkliyinə birləşdirim, edim, nəsə bir hesablama iş aparım, edə bilmərəm. Çünki bizə verilən rəqəmlər fikir verirsinizsə bu məsələlərdə həmişə elə rəqəm verilir ki, horizontalın üzərisində. O rəqəm kəsmə yüksəkliyə qalıqsız bölünən rəqəmdir. Sana götürüb burada nə bilim 247-yi verib, kəsmə yüksəkliyə 50 metr verməz heç vaxt. Başa düşdükmü? Standart rəqəmlər verir ki, bu rəqəmlər bizim artıq qarşımıza çıxanda biz bilirik ki, bu horizontala tam kəsmə yüksəkliyə tam bölünən rəqəmdir. Ki elə hallar olur ki, bu bölünmür. Bax, burada Kərəmi ağlamaq tutur. Məsəl üçün, belə bir horizontal təsviri verilir bizə. Yenə relyef formamız dağdır. Burada bir nöqtə verir. Belə olsun 47 metr. Çox böyük rəqəm yazmayaq. 47 metr bizə verib, bax, dağın zirvəsində. Bizdən ətəkdəki horizontalın, yəni kənar horizontalın hündürlüyünü istəyir. Relyef formamı çəkirəm. Yenə 1, 2, 3 dənə horizontal çəkdim. Bu dəfə zirvədə bir nöqtə verib mənə. Bu horizontalın hündürlüyünü bilmirəm. Kəsmə yüksəklikdə olsun, məsəl üçün 5 metr. Hə, indi bunu mən necə hesablayaram deyəndə, siz məsəl üçün götürüb burada nə varırıq çox vaxtı? 47-dən 5-i çıxırsan, edirsən 42, burada 42 yazırsan, sonra azala-azala nədir? Gedirsən, tapırsan ki, ətək budur. Bu fikir tamamilə səhv fikirdir artıq, düzgün fikir deyil bu. Biz nə etməliyik? Bu 47-dən kiçik bir rəqəm olmalıdır. 47-dən kiçik bir rəqəm olmalıdır ki, 5-ə bölünsün. Bu neçə olar sizcə? 45. 5. Yəni 47-dən kiçik 47-yə ən yaxın 5-ə bölünən ədəd neçədir? 45. Demək mənim bu horizontalım 45 imiş. Bura artıq 40-dır. Buradakı təbii ki 35 metr hündürlüyə bərabərdir. Niyə mən bunu bu şəkildə kiçik götürdüm? Gəl bir dənə fikir verək. Mən bu 45 götürüb bura eləmi? Yazsam, bir dənə horizontal da atsam buradan nə olacaq artıq? 50-ci horizontal, eləmi? 50 metrik horizontal. Deməli 45, 47, 50. Gördükmü? Həqiqətən də ardıcıllıq düz getdi. 47 bu ikisinin arasında yerləşdi. İndi mən məsəl üçün gəl buranı 42 metr götürüm. Kəsmə yüksəklik də olsun məsəl üçün 5 metr və yaxud da nə buranı hələ olsun elə 42 metr. Buranı 42 metr götürüm, kəsmə yüksəkliyi olsun 5 metr. Təzədən bir dənə horizontal yuxarı atında gəlib çıxıram onda mən bura. Mən buradan horizontal çəkməliyəm onda. Mən bunu çəkirdimsə də bunu elə o demin sualını hazırlayan müəllim elə çəkib verərdi də orada. O bunu vermirsə mən bu horizontalı hardan çəkim gətirim bura? Yəni demək bu horizontalın üzərisində deyilsə və tam bölünməyən ədəddirsə bax bu şəkildə edirik. Bu dağ olan formasında bunu etdik.
Eyni şəkli çəkirəm və bu dəfə ərazimizi çökəklik formasında təsvir edək. Eyni şəkildə çökəklik formasında. Ən dibi verirəm 47 metr. Bu dəfə də belə çəkirik. Yenə kəsmə üzərik 5 metrə bərabər. Bu səfər nə yazırıq? Bu səfər deyirəm ki, 47-dən böyük rəqəm olmalıdır. Bu 50 olacaq. 50, 55, 60, 65 getdim. Niyə görə mən burada 47-dən kiçik, burada 47-dən böyük götürdüm? Çünki mən burada aşağı düşürəm deyə 47-dən kiçik, burada isə yuxarı qalxıram, hündürlük artmalıdır deyə mən 47-dən böyük rəqəm seçməli oldum. Aydın oldu bu da bizə. Ola bilər ki, belə bir halında qarşılaşa bilərsiniz. Belə bir çökəklik verər bizə. Çökəkliyin içərisini məsəl üçün versin -13 metr. Hündürlüyündə bir çökəklik verib bizə, dərinliyində doğrusu. Bu çökəklikdə kəsmə yüksəkliyi də bizə verib 5 metr. Birinci hal, birinci olmasın, bu ikinci hal olsun. Birinci haldakı olsun, kəsmə yüksəklik 15 metr. Bu iki hal üçün gəlin dəyərləndirək, görək biz burada kənar horizontalımızı tapa bilirik. Birinci hal üçün baxıram. Kəsmə yüksəyi 15 metr olarsa, -13-dən böyük olub 15-ə bölünən ədəd hansıdır? Ən yaxın olsun -13-ə. 0. Mənfi 0. Deməli, mən burada təbii ki də 0 götürəcəm. 0, 15. Mənim bu demək B nöqtənin hündürlüyü oldu 15 metr deyilsən. Bax, standart bir şəkildə yazdıq ha. 0-ı unutmayaq orada. Bax, 0-ı orada biz unutmayaq. 0-ın üzərisindən qaçıb keçməyək. Girək müsbət 15-i götürməyək orada ha. Həmişə yadda qalsın ki, əgər bu çökəkliyin dibi, hündürlüyü kəsmə yüksəkdən kiçik rəqəmdirsə, sən burada 0-la getməlisən. Bax, bunu indi qayda kimi dedim. Qayda kimi yadda saxlamayın. Çünki qayda biraz yadda saxlayan adamın beyni qarışar. Yəni göz yaddaşından və ya da ki, beyninizdə bunu bir dənə canlandırın ki, mən sizə nə demək istəyirəm burada yadınızda qalsın. İndi gəl ikinci ala baxaq. Kəsmə yüksəklik 5 metr olarsa, yenə mən burada 0 götürməliyəmmi? Təbii ki də Evet. burada mən 0 götürəsi deyiləm. Yəni ki, mən buna nə götürəcəm? -13-dən böyük olub böyüyən hansıdır? -10 var, -5 var, sonra 0 var. Başa düşdükmü? Deməli, mən onda bu horizontalımı götürürəm -10, buranı -5, buranı 0, sonra 5, 10, 15 nə edirəm? Artıq yuxarı rəqəmlərə doğru biz qalxa bilirik. Bax, bu şəkildə də nə etdik? Horizontalın bu da bir yazılış forması idi ki, biz bunu da artıq öyrənmiş olduq. Horizontaldan başqa bizim deyəcəyimiz burada məncə bir şey yoxdur. Meyillik var. Bu meyillik məsələləri düzdür. Bizdə istifadə olunmur çox elə. Dimin testində yoxdur. Amma güvənin testlərində falan qarşımıza çıxır. Yadda saxlayaq ki, meyillik bərabərdir. İki məntəqə arasındakı hündürlük fərqi bölünsün məsafə vurulsun 100%. Bizdən faizlə istəyərsə. Yox, meyilliyi bizdən promillə istəyərsə, o zaman 1000 promillə vurmaqla biz bunu həll edə bilərik. Yəni, düstur yadınızda, kafanızın bir köşəsində düstur qalsın, çox elə istifadə olunan bir şey deyil. Olsa belə bu düsturdan asan şəkildə yazmaq mümkündür. Gəlin elə burada bir də dimə keçməyək məncə. Dimdə onsuz da bir yönlü sual yoxdur. Gəl burada bir suala baxaq. Kəsmə yüksəkliyi 20 metr olan dağın nəzərə alaraq sxemə təsvir olunmuş təpənin nisbi hündürlüyünü tapın. Kəsmə yüksəkliyi 20 metrdir. Bura dağ relyefi forması verilib bizə. Dağımızı çəkirik. Ən zirvə 159 metrdir. 1, 2, 3 dənə xəttim var. Kəsmə yüksəklik 20 metrdir. Mən nə edəcəm bu səfər? 159-dan kiçik 20-yə bölünən ədəd tapmalıyam. Yəqin ki, bu 140 olacaq, eləmi? Bəli. Aha, 140-ı mən buradan tapıram. 20 düşürəm aşağı. 120, 100 metr. Bizdən nə istəyir? Nisbi hündürlük istəyirsə, biz artıq nisbi hündürlük məntəqə arasındakı ən yuxarı ilə ən aşağı arasında fərqi tapırıq. 159-dan çıxıram. 100-ü alır 59 metr mənim nisbi hündürlüyüm. Bu qədər sadə bir şeydir. Yəni çətin burada özümüzü qorxacaq. Bu çökəklik sahəsində veriblər. Eyni şəkildə yazırıq. Sxemə sən kəsmə yüksəkliyi hesablayın. Məsəl üçün bu sualda biz nə edirik? 600 ilə 150 arasındakı fərqi tapırıq. Bölürük nəyə? 1, 2, 3. Bölürük 3-ə tapırıq ki, nə? Burada artıq fərqimiz nə qədərdir? 150 metrə bərabərdir. Yəni bu şəkildə də bunu biz nə etdik? Həll etdik, getdik. Məhəllin planı haqqında mən sizə danışmışdım uşaqlar. Yoxsa? Xeyr, Xeyr, müəllim.
Plan dərsində götürürsünüz. Demək, yerin forma və ölçənə qədər olan hissəni nə edirsiniz? Tam, başdan bura qədər olan hissə nə varsa hamısını oxuyub öyrənirsiniz. Burada biz plandan danışırıq. Plan nədir? Ərazinin kiçildilmiş şərti şairlə təsvir vasitəsidir. Bax, şərti şairlər bizə burada lazım olur və planın miqyası 10 minə qədər olan miqyaslar plandır. 10 mindən yuxarı miqyasda olanda isə artıq xəritə başlayacaq. 10 min və 10 mindən yuxarı xəritə başlayacaqdır. Planın miqyası, yəni ümumiyyətlə miqyasda uşaqlar sıfırın sayı nə qədər azdırsa, məsəl üçün 100 ilə deyək ki 10 mini müqayisə edirəmsə, 100 minlə 10 mini müqayisə edirəmsə 1000 daha böyük miqyas deməkdir. 10 min daha kiçik miqyas deməkdir. Yəni sıfırın sayı nə qədər artırsa, miqyasım o qədər kiçilir. Belə düşünək də, biri var kağızı 1000 dənə hissəyə parçalayırsan, biri də var ki bir kağızı 10 min hissəyə parçalayacağam. 10 min hissəyə parçalayan zaman nə olur? Daha kiçik-kiçik hissələrə parçalamış oluram. Demək, daha kiçik miqyas olacaq burada. Plan almanın iki üsulla aparılır. Havadan bir də yerüstü plan alma yolu var. Havadan plan alma biz fotoaparat şəkillərlə, kosmik cihazlarla apardığımız plan alma növüdür. Bizə daha çox olan, tanış olan yerüstü plan almadır ki, biz bunu da iki yolla, dəqiq və gözəyarı plan alma şəklində aparırıq. Dəqiq plan almada biz teodolit və bussol kimi mürəkkəb alətlərdən istifadə edirik. Gözəyarı plan almada isə biz xəttkeş, pozan, qələm, nə bilim, ruletka, bu kimi alətlərdən, kompas və sair bu kimi alətlərdən biz istifadə edirik. Gözəyarı plana almanı da iki yerə ayırırıq. Qütbüslu və marşrutüslu plana almaya ayırırıq. Qütbüslu plana alma bir ərazinin bir nöqtəsindən dayanıb hər tərəfi görüb plana almadır. Yəni mən burada dayanmışam, bir ərazinin ən yüksək nöqtəsində dayanmışam və hər tərəfi görürəmsə, bu artıq qütbüsludur. Yox, ərazini marşrutla gəzirəmsə, bu relyefi əlverişsiz ərazidir. Gəlirəm buradan baxıram, gəlirəm buradan baxıram, buradan baxıram, belə-belə. Hər yerdən, müxtəlif yerdən plana alıramsa, artıq bu marşrutlu plana alınmadır. Bunlar haqqında biz gəlir dərslərdə xəritə mövzusunda falan da ki, bu mövzu haqqında daha ətraflı danışacağıq. Burada hələ sərt şəkildə bunu biz öyrənirik.